Salam dostlar, necəsiniz? Bugün mən çox gözəl, renkli bağçamı sizinlə bölüşmək istədim, çəkib videosunu. Salam dostlar, bugün mən bağçamı çəkib sizinlə paylaşmaq istəyirəm. Bu rəngbərək çiçəkləri, bu gözəllikləri sizinlə görməyinizi istəyirəm. Baxın, maşallah, ramaşkalarım, gülünbahar çiçəklərim. Yanmadan maşallah, günəşi görən kimi açırlar, çox gözəldilər. Burada da tumurcuqdadır qızıl gülüm, inşallah açacaq. Burada da sarmaşıq gülümdür, bu da inşallah açacaq. Az qalıb, havalar yaxşı keçmir, yaxşı keçsə çoxdan açmışdılar. Burada da qartenziya gülümdür, 2 dəfə açacaq, bilmirəm. Bu il almışam, tumurcuqdadır. İnşallah görək nə rəng açacaq bunlar. Bu qəmul kimi deyir, rəngdən rəngə girirlər də, bilmək olmur bunların rəngi. Burada da bax belə bir papatyam var. Bodrum papatyası deyirlər buna. Çox gözəldir dostlar. İllah ki bağçanızın daim rəngli qalmağını istəyirsinizsə, bax bu Bodrum papatyasından alıb bağçanızı əkin dostlar. Məndəki dibcəkdədir, baxın. Yəni çox donlar olsa, 1-2 dəfə götürüb qoymuşam içəri. Qalan vaxtlar pastayanlı həmişə deməli şeydədir, çöldə. Qışın soyuqlarına da dözür. Bir dənə don, şaxta, yəni qarzad olsa onda içəri qoya bilərsiniz. Amma torpaqda olsa məndəki dibcəkdədir, baxın. Ona görə mən içəri şaxta, yəni çox şaxta olsa, qar olsa içəri qoyuram. Sonra yenə də çıxardıram çölə. Bütün fəsli bunun üstü çiçəkli olur. Bütün fəsil. Bax belə. Bir dənə suyun verirsiniz. Bir də hərdən dibinə belə indi mən verəcəm heyvan kübrəsi atın. Əlinizdə olsa heyvan kübrəsi, olmasa çay kübrəsi. Çox gözəl olur. Bu da belə bir orada var idi. İndi çıxardıb bəzisini güllərin dibini almışdı, qızıl güllərin. Ona görə bəzisini keçən çıxartdım belə. Baxın, bu da açmağa başlayıb. Attım bunu da belə bir dibcəyə, dibcəkdədir. Bu da belə maşallah. Çox qəşəng şeydir. Bu da para ağacımdır. Bu da belə gözəl. Burada da kalanxayalarını da çıxartmışam. Bunların çiçəklərin hamısını budayacağım dostlar. Belə qalmaq olmaz. Vaxt eləyə bilmirəm, inanırsınız. Burada da kaktusumdur. Burada da mənim gözəlim. Baxın, çiçəklərini açır. Belə bir baldım var. Çox gözəl. Burada da adı, bax unuttum. Video çəkəndə dostlar adı unuturam. Bu çiçəyi deyirlər. Ondandır. Burada da belə bir gülüm var. İndi yeni budamışam. Çıxacaq hamısı. Belə. Burada da mənim nələrim var. Gözəllərim, geranlarım başlayıblar açmağa. Baxın dostlar, baxın. Baxın, bu ilbiz dostlar, bu ilbiz hələ balacadır. Bütün mənim bağçamı demək olar ki, yarpaqları məhv eləyir. İlbiz, bir də çəyirtkə. Dərman indi deyəcəksiniz ki, dərman alınır. Amma inanırsınız, dərman da alıb vururam. Xeyri yoxdur. Baxın, burada da var. Çoxdur, çoxdur, prosto. O nərgizlərimi saxlayıram. Onlar yaşıl-yaşıl sizə danışmışam da, eləmək olmaz budamaq. Nərgizlərlə nə qədər yarpağına çıxır. Burada da geranlarım da ağ geranımdır. Bu da başqa gözəl geranımdır. Onun yeri ağ geran maşallah bu il çox möhkəm coşub. Yəni ora keçə bilmirəm. Hamısı güldür, ona görə keçə bilmirəm. Burada da belə dostlar görürsünüz, bunun üstündə də tumurcuğu. Baxın, bu Bakının küləyindən, baxın görürsünüz. Hələ bundan başqa da necəsini qırıb atmışdım. Üstündə də tumurcuğu var, belə güllərimi külək qırır. Buranın küləyi çox dəhşət küləyi olur. Burada da belə geran deyirəm. Yenə qartenziya gülümdür. Bu dəfə bağça ilə ev güllərimi qatışdırmışam dostlar. Ayrı çəkmirəm. Bir yerdə çəkdim elə. Baxın dostlar, bu da belə güldür. Mürəbbəlik güldür. Baxın üstündə.
Baxın yaşıl bitlərə. Bunların hamısını gərək dərman alam, dərmanlayam baxın. Bu vaxt olanda həm meşə olur, həm meşə. Bu da mənim vişnəmdir. Yavaş-yavaş vişnələri üstündə ucu bilinir. Bu da mənim üzüm yarpağımdır. Biz üzüm yarpağı deyirik. Sonra bir video paylaşmışdım. Onda bilib-bilmədən mənə elmi dildə yazmışam gülün adını. Mənə durub irad tutur. Yəni bilməyənlər irad tuturlar ki, bunun adı belə deyil. Elmi dildə mən yazmışam adın Geranın. Mənə deyir ki, bunun adı balvadır. Nə balva yox, bir cür dedi. Balva dedi, nə dedi? Mən də deyirəm el dilində balva deyilir. Bunun əsl adı geraniumdur. Bax belə. Xahiş edirəm bilmədən insanların kanalının altında irad tutmayın. Bax belə. Bu da mənim qazaniyalarımdır. Görürsünüz rənglər. Əvvəl belə rəng açır. Sonra yavaş-yavaş bax belə rəngi dönür belə rəngə. Görürsünüz? Bax bu əvvəlki rəngidir. Ən əvvəlki rəngi budur. Sonra belə olur. Sonra belə olur. Günəş düşür, narsız heç bilmirəm nə çəkirəm. Ha dedim günəş geçsin, yenə də olmadı. Burada da payız güllərimdir. Bu da dostlar ilk dəfədir. Keçən ləkdim. Keçən yoxsa o bir il, ikinci ilidir. Baxın, üstündə biraz çiçək gətirmişdi. Külək tökdü. İki inşallah bunlar da külək tökməz. 2-3 kilası qalıb. Gilas ağacımdır. Yer olmadığından çox sıx etmişim. O üzü külək çox tutur. Yerim çoxdur sözündüzü. O üzü külək çox tutur. Külək hamısını yandırır ağacın, gülün. Ona görə oraya əkə bilmirəm. Bax belə. Bu da qazaniyamın bir başqa növüdür. Bu da belə. Burada da belə şakayət almışdım. Heç onun təzə çiçəyi olanda çəkə bilmədim. Elə dedim bugün sabah çoxlu güllər almışam dostlar. Çəkə bilmədim. Bunu gətirdim bağçaya əkdim. Nəsə bax belə qurudu. Bilmirəm niyə belə oldu. Burada da belə yasəmən ağacım var, amma heç açmadı bu il. Bizdə boyda maşallah yaxşıdır. Niyə açmadı bilmədim. Burada da belə zambağım var. Bu zambaqlar da bu ildə açmadı. Gəldim yanına dedim ki, dostlar baxın elə bir ki bu tumurcuqdur. Deyəsən açacaq. Məncə tumurcuqdur. Əlimə vururam bəkdir. Gəldim yanına. Dedim ki səni bu il çıxardıb atacağım. 3-cü ildir. Səni bir qonşudan almışdım. Gətirmişəm açmırsan. Burada da biri var. 2 deyəsən tumurcuğu var. Ha. Bilmirəm bunu eşitdi nədir. İndi görürəm ki tumucuğu var. Qorxub yəqin çıxardıb atacağım demişəm. Təbii ki zarafat eləyirəm, amma ki açdı. Doğrudan da çıxardacaqdım. Çünki yer tutur yalandan. Çiçək açmır, başqa bir çiçək alıb yerinə əkə bilərəm. Burada da sarı sarmaşıq gülümdür. Bunlar da oji. Bu keçənkilərin bəzilərini qırmışdım, qalıb çoxdur üstündə tumucuğu. Adam qırıb qutara bilmir. Bu da sarı sarmaşıqdır, baxın. İnşallah hava yaxşı keçsin. Bunlar açanda bircə Allaha yalvarıram, külək olmasın. Keçən ildə yadımdadır, külək oldu. Pis günə qoydu bunları. Burada da dostlar, görün nəyim var, nə qədər gözəldir. Elə bir buketdir. Baxın, görün nə qədər gözəldir ramaşqalarım. Bunları da çox sevirəm. Dayanmadan, yaxşı ki almışam bunları. Dayanmadan açırlar. Bunlar da otlardır dostlar. Ot yolmaqdan da yorulmuşam. Əllərim də allergiya verir. Əlcə ilə yoluram, yenə də əlim allergiya verir. Ota qarşı allergiyam var. Bax, burada necə gözəl açıblar. Bu otları da gərək bax, hamısını yolam, yoncadır. Belə gözəl. Adam doymaq istəmir. Bax, baxdıqca doymursan daha doğrusu baxdıqsan. Görün nə gözəl mənzərədir. Baxın. Sanki bir buket bağlamışsın. Baxın nə gözəldir. Üstündə maşallah deyin dostlar. Bir dənə
boş yeri yoxdur. Yarpağı görsənmir. Baxın, hamısı açıb, hamısı. Burada da yine güllərimdir, tumurcuqdadır. İnşallah hamısı açacaqlar. Belə. Gedim o biri tərəfdə də çiçəklərim var. Onları da çəkim. Burada da dostlar baxın belə sarmaşıq gülümdür. 2 ildir bunu almışam. 2 ildə bu şəkildə düşdü. Çox şey artımlı güldü. Bəzək kimi qoxusu yoxdur. Elə belə qoxusu, yəni yaxşı qoxusu yoxdur. Elə bir xoş edici qoxusu yoxdur. Amma ki bəzək kimi çox qəşəngdir. Bağçalarınıza alıb əkə bilərsiniz. Bax, belə. Bunlar biraz uzansın, yığıb bağlayacağım. Burada da bu çiçeğimdir. Orada da yine çiçeğim var. Burada da qızıl güllərimdir. Bunlar hamısı mənim mürəbbəlik qızıl güllərimdir. Amma mürəbbəsini bişirmirəm çünki xoşlamıram mürəbbəsini. Bizdə xoşlamır heç kim, ona görə də bişirmir. Çayın, ləçəklərin qurudub çayın içi. Burada da belə gətirib bura çoxaltmışam. Çox uydu o tərəfdə. Liliyalarımdır, sonra payız güllərimdir bura. Burada da belə yine qızıl gülümdür, çoxdur qızıl güllər. Burada da belə alma ağacımdır. Üstündə axırıncı qalan çiçəkləridir, baxın. Hər il çəkirdim, bu il nəsə imkan olmadı, ya keyfim olmadı, nasreniyam olmadı çəkməyə. Burada da baxın, bir dənə sürü almaya çönüb. Bir yox, neçəsi var. Prosto yarpağın içində də adam görə bilmir. Böyle alma ağacımdır bu da. Sonra buradan gəlirik. Burada yenə xrizantemiyalarımdır, çoxdur. Xrizantemlərim çoxdur. Burada da belə yenə xrizantemləri indi orada göstərəcəm. Köçürmüşəm çünki yerim o tərəfdə yoxdur. Gətirdim onları, indi külək yəqin ki tutmaz da bilmirəm, bura gətirdim, köçüdüm. Çünki çiçək alıram, əkə bilmirəm. Xoşum gəlir çiçəklərdən. Alıram, əkə bilmirəm. Onların hamısını oradan çıxartdım, getdim bu tərəfə. Burada da gözəl şeb boylarım. Burada da nə var? Burada da bax belə qartopu gülü deyirlər buna el arasında, amma elmi dilin araşdırmışdım, yadımdan çıxdı. Baxın dostlar, külək görürsünüz nə günə qoyub. Görürsünüz, baxın belə küləyin bax belə fəsadları da var. Bax külək açır, bir ildə gözləyirik, açır, amma sonra belə olur. Sonra burada da belə ramaşqalarım var. Gülün baharlarım daha doğrusu. Burada da soğanlarımdır. Vallahi bilmirəm nə çəkirəm, ancaq yəni da bilmirəm görsənir yoxsa yox. Burada da belə ərik ağacımızdır, özündən bitmişdi. Uje 5 ildir, 6 ildir, amma ki budadım da ərik vermir. 2 dənə çiçəyə burada üstündə var idi, onu da külək saldı. Bax belə, görürsünüz. Qartofu gülü, baxın dostlar, nə qədər gözəldir. Allah'a min şükürlər olsun yarattıqlarına. Burada da belə yenə bir başqa güldür. Burada da belə nanelər gətirib əkmişəm bura. Sonra dediyim bax, xrizantemlərim dostlar, payız gülləri. Bura gətirib əkmişəm. Dünən bunlara su verirdim, elə şlanqım qalıb, indi yenə su verməliyəm. Yəni küləyin qabağıdır, həm də günəş çox vurur. Ona görə biraz rəngi görsən, su verməyəndə saralır. İtirmək istəmirəm, çox gözəl rəngləri var, sizinlə paylaşıram həmişə. Belə dostlar, bugünkü videomda bura qədər olsun. Sağ olun, yeni videolarda görüşərik inşallah.